Ölkədə aprelin 19-dan 25-nədək immunlaşdırma həftəsi keçiriləcək. Əsas məqsəd müxtəlif səbəblərə görə vaksinasiyadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi və əhalinin bu barədə maarifləndirilməsidir. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da 11 infeksion xəstəlikdən qorunması üçün milli təqvimimiz vardır və bu təqvimdə dediyimiz kimi müxtəlif peyvəndlər nəzərdə tutulmuşdur. Onların belə deyək ki, uşağın yaşı baxımından, yəni doğulandan tutmuş 6 yaşına qədər bu peyvəndlər həmin o təqvimdə öz əksini tapan qayda ilə icra olunur. Və hazırda bilirsiniz ki, son müddət dövrlərdə də məlumat verildi ki, bizə Heksaksim deyilən bir peyvənd gətirmişdir. Bu özündə 6 infeksiyanın qoruculuğunu ehtiva eləyir. Yəni bu peyvəndlər kifayət qədər effektiv, təhlükəsiz peyvəndlərdir. Mütəxəssislərin sözlərinə görə bəzi valideynlər müxtəlif səbəblərdən uşaqlarını peyvənd etdirməkdən yayınır və ya bu məsələyə tərəddüdlə yanaşırlar. Halbuki hər bir uşağın peyvənd olunması cəmiyyətdə kütləvi immunitetin yaranmasına mühüm töhfə verir. Sağlam uşaq peyvənd olunarsa, burada heç bir əks təsiridən söz gedə bilməz. Əlavə olaraq yanaşı başlayan hər hansı bir viral infeksiya ilə üst-üstə düşən zaman peyvəndin reaksiyası ola bilir. Bu da valideynlərdə çaşqınlıq yaradır. Ona görə də biz peyvənd etməzdən öncə ilk olaraq ailə anamnezi toplanılır. İlk olaraq öyrənilir son bir həftə 10 gün ərzində viruslu infeksiya ilə kontakt olubmu, ailədə xəstə fərd varmı, yoluxmada olan, inkubasiya dövründə olan bir virusla olmasın ki, peyvəndlə üst-üstə düşəndə reaksiya törətməsin. Bu peyvəndlərin olunması xəstəliyin heç yoluxmamasına, yaxud da çox yüngül dərəcədə xəstəliyi uşağın keçirməsinə bu peyvəndlərlə nail oluruq. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il Avropa regionunda immunlaşdırma həftəsi keçirilir və Azərbaycan Səhiyyə Nazirliyi də bu tədbirə qoşulur.